Füsunkar təbiəti ilə göz oxşayan Laçının yüksək dağlarında həm də bir-birindən fərqli müalicəvi və şəfalı bitkilər yetişir. Qışı qarla örtülən dağlarda yaz ayında al-yaşıl yeləni ilə seçilən yamaclar gözəlliyi ilə diqqət çəkir. Laçın sakini 78 yaşlı Osman Həsənov bu şəfalı bitkilərini mövsüm boyu tədarükünü edir. Azərbaycanın dilbər güşəsi olan Laçın təbiəti havası, suyu, münbit torpaqları ilə diqqət çəkir. Vətənimizin cənub-qərbində yerləşən Laçın rayonunun səthi dağlıq olmaqla şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimali Mıxtökən silsiləsinin cənub-şərq yamacında, Cənub-Qərbi Qarabağ yaylasında yerləşir. Ağoğlan, Alagöllər, Hocaztəpə, Çalbayır, Dəlidağ, Yəhərtəpə, Qurğundağ, Tərxənyalı və sairə yüksəkliklər də məhz Laçın rayonu ərazisindədir. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malik olan bu yerlər zəngin bitki örtüyü ilə seçilir. O bitkilər arasında müalicəvi xarakterli gülçiçək və bitkilər də yer alır. Bu bitkilərin faydasını, şəfasını çox gözəl bilən Osman Həsənov deyir ki, uzun illər həsrət qaldıq bu torpaqlara. Ötən bu illərdə Laçının təbii sərvətlərindən də uzaq düşdük. Artıq Laçınımız da azaddır. Onun təbiəti də. Laçının dağlarda bitən müalicəvi tərkibli min bir dərdə dəva olan bitkilərini mövsüm boyunca toplayıb tədarük edirik. Laçın dağlarında bir çox müalicəvi bitkilər yetişir. Kəklik otu, ət otu, qantəpər, çoban yastığı, zəncir otu, solmaz çiçəyi, dazı otu, çaşır, qara yarpız, qurd otu və saymaqla bitməyən digər bitkilər var. Solmaz çiçəyi deyilən bitki var ki, çox faydalı bitki sayılır. Çiçək 3000 metr yüksəkliklərdə yetişir. Laçında bitən solmaz çiçəyi isə tərkibinə görə çox fərqlənir. Mövsümə uyğun zəncir otu, baldırqan, şoşan, yarpız, kəklik otu və digər bitkilərdən yığılır. Əvvəlki illərdə də bu bitkilərdən tədarük edib və onları qablaşdıraraq satırıq. Məqsəd Laçının şəfalı bitkilərini qablaşdırılmış formada ölkəmizin hər yerinə çatdırmaqdır. Laçının dağları, dərələri bulaqlarla da zəngindir. Qeyd edək ki, Laçının şəfalı bitkiləri artıq can Laçın adı ilə tanınır. Şəhərdə həmçinin yaradılan mərkəzdə bu bitkilər qablaşdırılmış formada həm Laçın sakinlərinə, həm də bura gələn qonaqlara təqdim edilir. Aydın Yavərzadə, Yusif Əliyev bu gün informasiya proqramı üçün.